Sünnilərin böyük alimlərindən biri Əz-Zühri adında Təbəqatul Kəbir kitabını yazıbdır. Bu kitabın 7-ci cüzündə 314-cü səhifəsində təhqiq edən doktor Əli Muhammed Ömər olubdur. Qahirədə çap olunubdur bu kitab. Deməli, bu kitabda bu sünni alimi Əz-Zühri deyir ki, Rafizilər Peyğəmbərimizin bir hədisinə istinad eləyirlər və Həzrəti Əli əleyhissalamın xilafətini sübut eləyirlər. İstəyirlər ki, bu cümlə ilə Peyğəmbərimizin o hədisi ilə Həzrəti Əli əleyhissalamın xilafətin, imamətini sübut eləyirlər. Hansı cümlədir o? Deyir ki, Allahın Rəsulu ki, Həzrəti Əli əleyhissalama buyurdu Qədirxum hadisəsində mən kuntu məvlah və Əliyyun məvlah. Bu kəlmə ilə Rafizlər istəyir ki, Həzrəti Əlinin xilafətini sübut edələr. Yəni, mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Görün, nə deyir bu sünni alimi? Deyir, and olsun Allaha, əgər Peyğəmbərimiz Həzrəti Əli əleyhissalamı xilafətə təyin etsəydi, onda gərək belə deyərdi. Bu cümlədən, bu kəlmədən istifadə edərdi. Hansı kəlmə? Diqqət edin. Və ləqalə ləhum əyyuhənnəs, həzə vəliyyukum min bə'di. Həzə vəliyyukum min bə'di. Deyir ki, əgər Peyğəmbər istəsəydi xilafətə Həzrəti Əli əleyhissalamı təyin eləyə, gərək deyərdi, ey insanlar, ey camaat, bu şəxs, yəni Əli əleyhissalam sizin vəliyinizdir məndən sonra. Sizin vəliyinizdir məndən sonra. Bəs biz vəli kəlməsini gətirəndə siz sünnilər, vahabilər deyirdiniz ki, yox, elə birbaşa xəlifə kəlməsi deyərdi. Amma bu sünni alimi deyir ki, gərək Peyğəmbərimiz vəli kəlməsindən istifadə eləyərdi. Nə cür oldu? Siz özünüz də bir-birinizlə zidd danışırsınız. Amma gəlin sizlərə sübut edin bunu. Sünən-i Kubrada, bu kitab Nəsainindir. Kitab-ı Sünən-i Kubra Nəsainin kitabıdır. Bu kitabın demək olar 7-ci cüzündə Müəssisətur Risalədə çap olunubdur. Şüeyb Əl-Ərnaut Vəhabi alimidir ki, bu kitaba işrafi olubdur, baxıbdır, təhqiq edəni Həsən Əbdülmün'im olubdur. Bu kitabın 309-cu səhifəsində 8090-cı hədisində gətirir ki, qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm İnnə əliyyən minni və ənə min. Şübhəsiz ki, Əli məndəndir və mən də Əlidənəm və huvə vəliyyu kulli mu'minin min bə'di. Və Əli əleyhissalam vəlidir, kulli müminin, bütün möminlərə məndən sonra. Əzizlər, sünni alimlərinin palçığa batan yeri burada bir kəlmədədir. Min bə'di sözündə. Yəni, deyirlər ki, axı Peyğəmbərimiz buyursa, Əli mənim dostumdur. Vəli istəsə, yəni sünnilər istəyirlər ki, vəli kəlməsini dost mənasına yozsunlar. Amma min bə'di kəlməsində batırlar palçığa və tərpənə bilmirlər. Deyirlər, əgər Peyğəmbərimiz deyibdirsə, Əli mənim dostumdur, məndən sonra bütün möminlərə axı bunun mənası olmayacaq. Niyə? Çünki yəni ondan məndən qabaq da mənim yəni həyatımı dəyişməmişdən qabaq Əli məyər möminlərin dostu deyildi. Məyər Qur'an-ı Kərim deməmişdi ki, innəməl mu'minuna ixvə. Möminlər bir-biri ilə qardaşdır. Möminlər bir-birinin dostudur. Möminlər bir-birinin dostudurlar. Nə qədər ayələr vardı bunu? Sünnilər qalırlar bunu, deyirlər yox. Dost mənasını burada tuta bilmərik bəs. Burada deyir min bə'di. Yəni nə? Yəni məndən sonra bütün möminlərin vəlisidir. Və buradan aşkar olur, məlum olur vəli kəlməsi ilə əvla bi ənfusikum mənasındadır. Yəni siz insanların sizin nəfslərinizdən də övladır. Yəni sizin rəhbərinizdir, sizin xəlifənizdir, sizin başçınızdır. Bu kəlmədir. Budur hədəf, budur məna, budur söz.